10 illiklərdir asmanın əsas səbəbi kimi eyni molekullar göstərilirdi, leykotrienlər. Bu maddələrin tənəffüs yollarını daraltdığı, iltihabı artırdığı və asma tutmalarını başlatdığı düşünülürdü. Məhz buna görə də mövcud dərmanların çoxu bu molekulların təsirini bloklamağa yönəlib. Amma Case Western Reserve Universitetinin alimləri bu klassik nəzəriyyəni sarsıdan bir tapıntı açıqlayıblar. Onlar asmada əsas rolu oynayanın leykotrienlər yox, psevdoleykotrienlər adlandırılan, onlara çox oxşar, lakin tam fərqli yolla yaranan maddələr ola biləcəyini göstəriblər. Bu yeni molekullar fermentlər vasitəsilə deyil, sərbəst radikalların nəzarətsiz reaksiyaları nəticəsində yaranır. Alimlər bu prosesi kimyəvi yanğına bənzədir. Oksigen və lipidlər qarşılaşır və reaksiyanı dayandırmaq çətinləşir. Nəticədə güclü iltihab dalğası yaranır. Tədqiqatlar göstərib ki, astması olan insanların orqanizmində bu psevdoleykotrienlərin səviyyəsi sağlam insanlarla müqayisədə 4-5 dəfə daha yüksəkdir və bu artım xəstəliyin ağırlıq dərəcəsi ilə birbaşa əlaqəlidir. Yəni, simptomlar nə qədər ağırdısa, bu maddələr də bir o qədər çoxdur. Bu tapıntı müalicəyə yeni baxış təklif edir. İltihabın nəticəsini bloklamaq əvəzinə iltihabı yaradan kimyəvi qığılcımı söndürmək, yəni sərbəst radikalların yaratdığı zəncirvari reaksiyanı erkən mərhələdə dayandırmaq. Bu yanaşma təkcə astma yox, Parkinson, Alzheimer və digər iltihabla əlaqəli xəstəliklərin müalicəsində də yeni qapılar aça bilər.